uşaqlar, bizim bugünkü mövzumuz sizinle olacak. Alkenler mövzusu. Alkenler yox, bağışlayın, alkanlar mövzusu. Deməli, başladıq. İlk kimyanın ilk başlanğıcını biz başlayırıq alkanlar bölməsi ilə. Alkanlar. Alkanlar üzvü kimyada karbohidrogenlərin ilk birinci nümayəndəsidir. Karbohidrogenlər olur deməli, alkanlar, alkenlər, alkinlər, alkadiyenlər, siklik quruluşa malik olan sikloalkanlar, siklik quruluşa malik olan aromatik karbohidrogenlər. Yəni ki, karbohidrogenlər sinifi haqqında belə deyək, alifatik karbohidrogenlər desək, alkan, alken, alkin, alkadiyeni göstərə bilərik. Siklik quruluşluq desək isə, alisiklik karbohidrogenlər, yəni sikloalkanlar, bir də aromatik karbohidrogenlər isə misal göstərə bilərik. Alkanlar amma doymuş karbohidrogenlər sinifidir. Çünki arasındakı qat rabitə tək qat rabitədir. Əgər biz nə zamansa 2 qat rabitə, nə zamansa 3 qat rabitə görsək, anındaca biz anlamalıyıq ki, bunlar doymamış karbohidrogenlərdir. Deməli, tərkibinə görə belə başa salaq sizi. Üzvü birləşmələr bir neçə xüsusiyyətlərinə görə təsnif edilir. Üzvü birləşmələr təsnif edərkən ilk növbədə molekulun karbon zəncirinin xüsusiyyətləri nəzərə alınır. Karbon zəncirinin quruluşuna görə açıq zəncirli və qapalı zəncirli birləşmələr var. Tərkibinə görə ən sadə üzvü birləşmələr karbohidrogenlər sinifidir. Alifatik karbohidrogenlər doymuş, doymamış olur. Siklokarbohidrogenlər isə alisiklik və aromatik karbohidrogenlər olur. Doymuş karbohidrogenlər tək qat rabitə ilə, doymamış karbohidrogenlər isə 2 qat və 3 qat rabitə ilə əlaqələndirilmişdirlər. Amma alkanların ilk birinci nümayəndəmiz doymuş karbohidrogenlərdir. Və ümumi düstur CN, H2N, plus 2 formuldur. Mr 14'ün plus 2'dir. Ümumi atomların sayı dedikdən, deməli 3N plus 2 düsturundan istifadə edirik. Görürsünüz, karbohidrogen deyikcə ancaq karbondan və hidrogendən istifadə edirik. Alkan dedikdə an şəkilsə onun doymuşluğunu bizə göstərir. Sonra, uşaqlar, karbohidrogenlərə ümumiyyətlə üzvü kimya karbonlar kimyası deyilir. Karbon kimyasının deyilməsinin məqsədi bütün birləşmələrin tərkibində karbon olmasıdır. Və karbonun valenti bütün üzvü kimyada 4 valentlidir. 4 valentli olduğunu ispat edək. 1s üstü 2, 2s üstü 2, 2p üstü 2. Xarici energetik səviyyədə olan elektronlar rabitədə bax belə iştirak edir. Diqqətlə baxın. Görürsünüz, həyəcanlama nəticəsində elektronun biri keçir digərinə və nəticədə 4 tək elektron əmələ gəlir. Amma bilin ki, bizim öyrəndiyimiz CO birləşməsində karbonun valenti 3'dür. Qalan bütün birləşmələrdə biz karbonun valentini 4 öyrənirik. Amma karbonun tütün oksidləşmə dərəcəsi -4'dən düz müsbət 4'ə qədər dəyişə bilər. Məsəl üçün, CH4 birləşməsində karbonun valenti 4'dür. Oksidləşmə dərəcəsi isə -4'ə bərabərdir. Və yaxud da C2H6'nı götürürük. Bu birləşmədə karbonun valenti 4'dür. Oksidləşmə dərəcəsi isə -3'ə bərabərdir. Bax belə. Sonra, indi bir-biri ilə biz sizinlə bunları bir-bir deməli öyrənəcəyik dərslərimizdə qabaqda. Bəs alkanlarda hansı disturumuz var? CN, H2N, plus 2 bayaq dediyimiz kimi emirimiz 14N plus 2'yə bərabərdir. Hansı alkandır ki, məsəl üçün alkan ilk birinci nümayəndəsi metandır. İkinci nümayəndəmiz etandır. Üçüncü nümayəndəmiz propandır. Dördüncü nümayəndəmiz butandır. Fikir verin, biz burada sizlə nə görürük? Deməli, valentliklər, deməli, karbon atomlarının sayı bir-bir dəyişir, amma hidrogen atomlarının sayı 2-2 dəyişir. Yəni, onlar bir-birindən CH2 qrupu qədər fərqlənirlər. Karbon 1-dən 4'ə qədər aqreqat halına görə qaz, 5'dən 15'ə qədərsə aqreqat halına görə maye, 16 və 16'dan sonraki nümayəndələr isə aqreqat halına görə bərddirlər. Deməli, ilk 4 nümayəndəsi karbonların normal şəraitdə 22,4 litr tutur. Məsəl üçün, CH4'ün gəlin valentinə baxağın, görürsünüz, karbon ətrafına 4 dənə hidrogeni əhatələndirir. Deməli, karbonun valenti 4'dür. Və yaxud da C2H6 necə açıq yaza bilərik? 2 karbon yaza bilərik. Əvvələ və axıra 3 hidrogeni yerləşdiririk uşaqlar. Bax, gördüyünüz kimi. Deməli, bir karbonun
bir karbonun ətrafına, baxın, 3 dənə burada hidrogen birləşir. Digər karbonun ətrafına 3 hidrogen də burada birləşir. Və gördünüz, karbonun hər iki halda valenti neçəyə bərabər olur? 4-ə bərabər olur. Və buradan, məsəl üçün, gəlin sizlə bir dənə propan da müəyyən eləyək uşaqlar. Propan necə yazılır? CH3, CH2, CH3 əvvəl-axır 3 hidrogen qoyun. Ortalara 2 hidrogen qoyun. Bir karbonun bölünə 3 hidrogen, orta karbona 2 hidrogen, ən axırıncı karbona isə 3 hidrogen yerləşdiririk. Və siz sadəcə fikir verin ki, bütün hallarda karbon valenti 4-dür. Burada qeyri-polyar rabitəni də saya bilirik, polyar da saya bilirik. Qeyri-polyar rabitəmiz hansıdır? Karbon arasında olan rabitələrimiz qeyri-polyar rabitədir. Bəs karbon-hidrogen arasındakı rabitələrimiz nədir? Polyar rabitədir. 1, görürsünüz, 2. 2 dənə burada qeyri-polyar rabitəmiz var. Amma gəlin polyarda sayağın. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 dənə də polyar rabitəmiz var. Deməli, karbon arasındakı rabitələrimizin sayı n-1 il işlənilir. Bəs karbon-hidrogen arasındakı rabitənin sayı hidrogen atomların sayı qədər, ki plus 2 qədər. Bəs ümumi sigmanı desək, 3n plus 1 qədər işlənilir. Sadəcə uşaqlar isə sadə şəkildə belə öyrənirlər. Ümumi atomların sayını sayırlar. Uşaqlar 3n plus 2. Ondan da birini çıxırlar 3n plus 1. Bu atom sayını verir. Bu da bizə sigma sayını verir. Zaten sigmadan başqa burada nə rabitə var ki? Baxın, bir-bir mən sizlə bunun bir sayın. Siz fikir verin. 1, fikir verin, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə sigma rabitə var. Heç burada pi rabitə yoxdur. Düsturda yerinə qoysaq, 3n plus 1. 3'ü vursaq 3'ə, üstünə də 1'i gəlsə 10 dənə sigma eləyər. Və yaxud da hansı alkandır ki, uşaqlar, orada 16 dənə sigma var. Yazırsınız, 3n plus 1 bərabərdir 16, 3n bərabərdir 15, n bərabərdir 5. Müəllimə, söhbət burada pentandan getdi. Bax belə. İndi isə biz sizinlə deməli polyar qeyrisi, bəs atomların sayını biz necə hesablayırıq? Siz bilirsiniz ki, məsəl üçün atom sayını hesablamaqdan ötəri bizə nə lazımdır? Atom saylarını hesablamaqdan ötəri bizə sadəcə indeksləri hesablamaq lazımdır, bu qədər. Yəni indeksləri hesablamaqla indeksləri başqa cür hesablamaqla, məsəl üçün CH4 yazırıq biz burada sizə. CH4-də ümumi atomların sayını neçədir? 5'dir. Siz hardan bildiniz 5'dir? İndekslərin sayını saymaqla 5'i hesablaya bildiniz. Və yaxud da burada da 3n plus 2'mizi saymaqla ümumi atomların sayını hesablayırıq. Məsələn, hansı alkandır ki, ümumi atomların sayı 17'dir? 3n plus 2 bərabərdir 17, 3n bərabərdir 15, n bərabərdir 5. Məsəl üçün C5H12 yazırıq. 5'in üstünə 12 gəlinə neçə eləyir? 17. Üzürlü sayın. Aha. Eyni cür adlanır. Üzürlü sayın uşaqlara testlərin izahını atdım. Ona görə bir balaca. Aha. Sonra indi isə biz sizinlə keçdik. Bunlarda deməli hibrid və qeyri-hibrid orbitalların tapılmasına. Uşaqlar, karbon 6'dır. Siz bilirsiniz ki, 1s üstü 2, 2s üstü 2, 2p üstü 2'dir. Deməli, s'in bir orbitalda 1, p'nin, bax, gördünüz, bax belə, həyəcanlanma nəticəsində, elektron birini bura keçirdik. Oldu 1s, 3 dənə də p orbitalımız. Və beləliklə karbonda hansı hibridləşmənin əmələ gəlməyini müəyyən elədik? sp3 hibridləşməsini. sp3 hibridləşməsi 4 hibrid orbitalın olması deməkdir. Məsələn, CH4'dən hibrid orbitalları var, həm qeyri-hibrid. Hibrid karbondur, qeyri-hibrid isə hidrogenlərdir. Məsələn, sp3 deyəndə neçə hibrid orbitalı var? 4. Bəs neçə qeyri-hibrid orbitalı var? 4. Hidrogen sayı çünki 4'dür. Və yaxud da C2H6'ya gəlin diqqətlə baxaq.
C2H6-da mən deyirəm ki, CH3 və CH3. Deyirəm hibrid orbital nə qədərdir? Deyirsiz müəllimə, kimyəvi rabitə yaradan hibrid orbitallarım. sp3, sp3. Yəni hibrid orbitalın sayı 4 üstə gələk 4, 8-ə bərabərdir. Bəs qeyri-hibrid orbitalların sayını mən sizdən istəsəm, 3 üstə gələk 3, 6-ya bərabərdir. Ümumi orbitalların sayı 14-ə bərabərdir. Deməli, neçədən sp3 hibrid halında karbon atomu var desə, 2 dənə götürürsünüz. Neçə hibrid orbital sayı var desə, 8 götürürsünüz. Bax, bu cür işləyirsiniz. Ona görə də uşaqlar, qısa şəkildə hibrid orbitalların sayını biz disturla 4n-dən işləyirik. Qeyri-hibrid orbitalların sayı hidrogenin sayı qədər, K plus 2 qədər işləyirik. Və ümumi orbitalların sayını desək, 6n plus 2 disturundan istifadə eləməklə biz hesablamamızı apara bilərik. Məsələn, deyirəm C2H6-da nə qədər hibrid orbitalı var? Deyirsiniz ki, 4n, 4-ü vurursunuz 2-yə, ümumi hibrid orbitalın sayı neçə eləyir? 8. Və beləliklə misalımızın həllini həll etmiş oluruq. Artıq hibridi də, qeyri-hibridi də biz sizinlə tapdıq. Gəlin belə danışaq sizlə. Biz nə öyrəndik? Düstur. CnH2n plus 2 emir 14n plus 2. Atom sayı 3n plus 2. Sigma sayı 3n plus 1. Bu ümumi formuldur. Bu bizim emirimizdir. Bu atom sayımızdır. Bu ümumi sigma sayımızdır. Bəs karbon arasında sigma n-1. Karbon hidrogen arasındaki sigma 2n plus 2. Ümumi də bizi eləyir 3n plus 1. Sonra hibrid orbitalların sayı 4n. Qeyri-hibrid orbitalların sayı 2n plus 2. Bəs rabitədə iştirak edən ümumi orbitalların sayını desə biz nə götürürük? Sadəcə 6n plus 2 disturundan istifadə edirik. Bax, biz bunlar sizinlə bugün öyrəndik. Və bilin, alkanlarda valent bucağı 109 dərəcə 28 dəqiqəyə bərabərdir. Məsələn, karbon sp3 hibrid vəziyyətində də deyirik. 1s, 3 dənə də p. 1s, 3 dənə də p'miz var. Və bundan 4 dənə hibrid bulud əmələ gəlir. Fəzada 4 dənə hibrid buludu düzgün olan tetraeder vəziyyətində yerləşir. Bax, mən sizə bunu belə çəkəcəm. Və böhründə 4 dənə hidrogen atomu var. Və aralarındakı valent bucağın ölçüsü 109 dərəcə 28 dəqiqədir. Mən sadəcə sizə CH4-ü göstərdim. Və bucaq quruluşlu olduğunu isbat elədim. Deməli, alkanların hamısında karbon atomları sp3 hibrid vəziyyətindədir. Və hamısı bucaq quruluşludur. Valent bucaqlarda 109 dərəcə 28 dəqiqəyə bərabərdir. Uşaqlar, radikallara keçdik. Radikal nədir? Gəlin qəşəng bu radikalları da sizlə öyrənək. Alkanların düsturu CnH2n plus 2-dir. Bəs alkil radikalı nə qədərdir? CnH2n plus 1. Biz nə öyrəndik? Metanla və ya etanla bir hidrogeni qopartmaqla sərbəst yaşaya bilməyən radikalları əldə elədik. Deməli, birinci radikalımız metil, ikinci radikalımız etildir. Etanı açıq yazsaq CH3, CH3 və biz burada axırıncı hidrogeni qopartsaq CH3, CH2 deyib etil radikalını əldə eləyə bilərik. İndi gəldik C3H8-ə. Propanla bir hidrogen qrupundan da propil radikalı olur. Propil radikalını iki cür öyrənəcəyik. 2 radikalı var. Əgər biz propanla axırıncıdan hidrogen qopardırıqsa, buna sadəcə propil deyirik. Yox, biz propanda ikincidən hidrogen qopardırıqsa, biz buna izopropil, bax bu radikalımızın adı oldu propil radikalı. Bu radikalımızın adı oldu propil radikalı. Bu radikalımızın adı isə oldu izopropil radikalı. İzopropil radikalı şaxələnmiş radikal deməkdir. Məsəl üçün, sizə testdə düşəcək suallardan biri bu olar. 2 metil radikalını birləşdirin. Gəlin birləşdirək. 2 metil radikalını birləşdirin. Birləşdirdik. Deməli, bunun adı nə oldu? Kim deyər? Bunun adı oldu
Etan radikalı. Etan. İndi isə deyirəm, 2 etil radikalını birləşdirin. Bir etil budur, bir etil də budur. Bunun adı nə oldur? Etan. Və yaxud da bir metil radikalı ilə bir etil radikalını gəlin birləşdirək. Bunun adı nə oldu? Propan. Və yaxud da 2 izopropili birləşdirin. Bir izopropil budur, bir dənə də izopropil budur. Bax, gördünüz? 2 dənə fikir verin. Mən izopropili birləşdirdim. Bir izopropil, bir izopropil. İkisi də birləşdi. Gördünüz? Bax, bu cür işləyəcəksiniz sizdə. Və yaxud da mən deyirəm ki, sizə bir metil ilə uşaqlar bir izopropili birləşdirin. Bir metil ilə bir izopropili birləşdirin. Gördünüz? Bax, birləşdirdim. Bir metil ilə bir izopropili birləşdirin. Görürsünüz, bu metil radikalı oldu. Bu da izopropil radikalı oldu. Bax, bu cürə siz də qəşəngcə bunu işləyəcəksiniz. Sonra, bəs butilin radikalı yoxdurmu? Niyə yoxdur ki? Bizim butil radikalımız da var. C4H10 butandır. Ondan bir hidrogen qopardanda olur. Butil. Bax, gəlin butanı açıq yazaq. Bax, butanı açıq yazdıq uşaqlar. Axırıncıdan bir hidrogen qopardarıqsa normal butil, yəni birli butil. Əgər biz butanı yazırıq və butanla, bax, butanı yazsız gördünüz, buradan bir hidrogen qopartsaq, bu olacaq artıq ikili butil. Deməli, bu sadəcə butil və yaxud da normal butil, birli butil. Bu isə bizdə adlanır necə butil? İkili butil. Deməli, yəqin nə dediyimi anladınız. İndi isə mən sizə izah edeyim izobutanla əmələ gələn radikalları. Bir də var bizdə izobutan. Məsəl üçün, bura baxın. CH3, CH2, CH2, CH... Bax, bu butan idi yazdığımız. İndi isə, bax, bu yazdığımız isə izobutandır. Bunun da radikalı var 2 dənə. Axırıncıdan bir hidrogen qopardaramsa, bu olacaq izobutil. Baxın, izobutil. Yox, əgər mən izobutanla buradan bir hidrogen qopardaramsa ikincidən, bunun adı olacaq nətər? Üçlü butil. Deməli, diqqətli olun. Üçlü butil. Biz hansı C4H9 vəziyyətində hansı radikalları öyrəndik? 4 dənə radikalı öyrəndik. Birincisi CH3, CH2, CH2, CH2. Bunun adı oldu butil. Normal butil. Sonra CH3, CH2, CH3. Bunun adı oldu ikili butil. Və yaxud da bunu belə də yaza bilərsiniz. CH3 qoyun bura uşaqlar. Buradan bunu ləğv eləyək. Olsun bunun adı necə butil? İkili butil. Sonra, əgər izobutanı yazıb, baxın yazırıq və buradan bir hidrogen qopardırıqsa, bu oldu izobutil. Və nəhayət, ortadakı karbondan qopardırıqsa, bu isə bizdə oldu üçlü butil. Buna nəyə görə ikili butil deyirlər? Qolu açıq qalan karbona 2 karbon birləşib, qolu açıq qalan karbona 3 karbon birləşib, ona görə də bu üçlü butildir. Qolu açıq qalan karbona 1 karbon birləşib, birli butildir. Və bunların adını yazıram. Butil, yəni birli butil, belə yazaq. Buna yazırıq ikili butil. İkili butil. Buna yazırıq izobutil. Bunu isə yazırıq üçlü butil. Tamam mı uşaqlar? İşte bu qədər. Bəs indi isə gəldik sizlə. Aha, indi bir dənə misal çəkim sizə. Deyirəm 2 dənə üçlü butili birləşdirin. Bir dənə üçlü butil bunu birləşdirdiniz. Gördünüz? Bu bir üçlü butildir. Bir dənə də bir üçlü butil bunu birləşdirməlisiniz. Bir dəqiqə, yenə özündən birləşdirirsiniz. Gördünüz? 2 dənə üçlü butili birləşdirməklə mən bir alkanı əldə elədim. Gördünüz? Sonra bir dənə üçlü butili götürdük və ona bir dənə metil radikalı birləşdirdik. Bax, gördünüz? Bax belə. Bax, bu oldu. Bax. Bu oldu üçlü butil. Bu da oldu metil. Buna baxın. Bu oldu üçlü butil. Bu da oldu üçlü butil. Bax belə.
sayda adlandırasınız, rahat da olacaq sizin üçün. İndi isə gəldik görək homoloq nədir? Ardıcılıqla izah eləməyə çalışıram. Bir-birinə oxşar və eyni sinfə mənsub olanlar bir-birinin homoloqudur. Məsələn, CH2 plus 2 alkanlar sinfidir. Düzdür uşaqlar? Bunlar, yəni CH4, C2H6, C3H8, C4H10 bunlar bir-birinin homoloqlarıdır. Çünki bunlar eyni sinfin nümayəndələridir və bir-birindən homoloji sıra CH2 qədər fərqlənirlər. Yəni mən CH4-ün üzərinə CH2 bax, CH4-ün üzərinə CH2-ni gəlsəm, mən təbii ki C2H6-nı alacağam. C2H6-nın üzərinə mən CH2-ni gəlsəm, təbii ki ondan sonra olan C3H8 alacağım. Yəni mənim nə demək istədiyimi anladınız. Yəni məsəl üçün metanla, например, məsələn də C2H4 bir-birinin izomeri ola bilərmi? Əlbəttə ki, yox. Biri alkan, biri alkenlər sinifidir və ona görə də bunlar bir-birinin izomeri ola bilməz. İzomer olmaqdan ötəri deməli bunlar nətər deyim, bir-birinin eyni sinfin nümayəndələri olmalıdır. İndi isə gəldik sizinlə adlanmaya. 3 cür adlanmamız var. Birincisi, bax adlanma. Tarix adlanma. Trivalda deyirlər. Tarix adlanma. Biz buna trival adlanmada deyirik. Deməli, metan, etan, propan, butan adları zaten bunlar da tarixi adlanmadır. Vəssalam, problem yoxdur. İkinci adlanmamız beynəlxalq adlanmadır. Beynəlxalq adlanmanın ikinci adı YUPAC-dır. Beynəlxalq. Bu adlanmanı öyrənmək üçün, əzizlərim, ilk öncə siz ən uzun zənciri seçməlisiniz. İkinci, radikala yaxın yerdən nömrə aparmalısınız. Üçüncü, əvvəlcə radikalı deyib, sonra alkan sözünü deməlisiniz. Məsələn, CH3, CH2, CH2, CH3. Bunun adı nədir? Bu sadəcə normal butandır və şaxəsiz quruluşlu bir birləşmədir. Bura bir radikal qoyuram. Hər radikal qoyduqca da bir hidrogen atomunu biz buradan silməliyik. Niyə silməliyik? Karbon atom valenti tam şəkildə ödənilməlidir. Adlandırıq, hardan nömrəliyik? Sağdan yoxsa soldan? Əlbəttə ki, soldan. Radikala yaxın yerdən. Əvvəlcə deyirik 2 metil, 2 metil, təbii ki, butan. Bu qədər. Aydın oldu. Və yaxud da başqa bir nümunə işləyəyin. CH3, CH2, CH2, karbon H2, karbon H3. Məsəl üçün, gətirdiyimiz bura bir dənə karbon H3 qoyduq və nömrələmə aparırıq. 1, 2, 3, 4, 5. 2 metil pentan. Gördünüz, niyə pentan dedim? 5 karbondan qutarıb. Niyə 2 metil dedim? Metil ikinciyə birləşib. Birdən üçüncüyə də metil birləşdirsə, əgər 2 dənə eyni radikal varsa, dimetil deyəcəksiniz siz buna. 2-3 dimetil pentan. 3 dənə eyni radikal görsəz, trimetil deyəcəksiniz. 2-3-4 trimetil pentan. Uşaqlar, məsəl üçün, indi birində yazaq. Nömrələməni hardan başlayaq? Nömrələməni biz başlayırıq sizdən. Hardan istəsəz nömrələyə bilərsiniz. Çünki sağdan da 3-ə düşür, soldan da 3-ə düşür. 3 metil pentan. Əgər ola bilsin ki, bir karbona 2 eyni radikal düşdü. Məsəl üçün, baxaq. 2-2 dimetil butan. 2-2 dimetil butan. Maraqlı budur ki, burada nömrələmə soldan mı aparıq, sağdan mı? Ən çox şaxələnən yerdən çalışın, nömrələməni aparın. Əslində kitablarımızda yazılır ki, əslində elə olmalıdır. Məsələn, gəlin bunu deyəm, siz əvvəlcə 2-2-4 trimetil pentan. Gördünüz? Belə daha dəqiqdir. Amma bəzən ola bilər ki, siz maçönüf deyə bilərsiniz, bəlkə nömrələməni buradan sağdan aparaq. 1-2-3 4-5 və adlandırın. Adlandıran zaman 2, 4, 4 trimetil pentan. Və
Heç vaxt qarışdırmayın. Sayın, radikalların cəmi kiçik rəqəm olmalıdır. Bunun cəmini hesablasaq 8 eləyir. Amma bunun cəmini hesablasaq 10 eləyir. Görürsünüz, ən kiçik rəqəm hansıdır onu götürməliyik. Yəni biz burada nömrələməni sırf hardan aparmalıyıq? Hardan aparmalıyıq? Şaxəsi çox olan tərəfdən və yaxud da radikalların cəmi kiçik olacaq tərəfdən. Hesablandıqda kiçik olacaq tərəfdən. Yəqin ki, məni anladınız. Bax, yəni nömrələmə aparılır. 1, 2, 3, 4, 5. Kiçik olan tərəfdən nömrələməmiz aparılır. Sonra ola bilsin ki, sizin qabağınıza etil radikalı çıxdı. Sizin qabağınıza etil radikalı çıxan kimi dərhal çalışın ki, zəncir uzansın deyənə, onu zəncirin uzanması üçün mütləq açmağa çalışın. Açmağa çalışın. Məsəl üçün sizə bir nümunə verim. Məsələn, CH3, CH, CH5, CH2, CH3. Bax, belə bir şey verirəm sizə. Və burada nətər deyim sizə, gəlin nömrələməni aparaq sizinlə. Deməli, CH5-i dərhal açacağıq. CH3, CH, CH2, CH3, CH2, CH3. Aha, bax, gördünüz bunu? Və bunu hardan nömrələyərik? Bunu nömrələmək üçün bizə deməli, ən uzun zənciri seçmək lazımdır. Ən uzun zənciri gəlin hamımız köməkli seçək. Deməli, nömrələyirik. 1, 2, 3, 4, 5. Gördünüz, ən uzun zənciri seçdim. Amma mən belə nömrələsəydim, 1, 2, 3, 4. Mən uzun zəncir yox, 4 zəncir seçərdim. Amma əsas məqsədim uzun zənciri seçmək oldu. Və adlandıranda 3 metil pentan oldu. Yəqin mənim nə demək istədiyimi hamınız qəşəngcə anladınız. Tamam uşaqlar. Sonra nə işləyirik? Məsəl üçün, başqa bir nümunə də göstərə bilərəm sizə. Tutalım ki, yenə CH5 yazıram. CH, CH3, CH3. Çalışın CH5 radikalı mütləq burada açın ki, zənciriniz uzansın. Açdıq radikalı. CH2, CH3. Baxın diqqətlə. İndi çalışacağım. Həm də radikala yaxın yerdən nömrələmə aparım. Radikala yaxın yerdən nömrələməni mütləq aparım. Baxın, 1, 2, 3, 4, 5. Gördünüz? Oldu 2, 3 dimetil pentan. Gördünüz? Necə maraqlı. Elə uşaq var çönüb mənə deyər ki, mən nömrəməni buradan istəyirəm. Aparıq gəl. 1, 2, 3, 4, 5. Və yaxud da 4, 5-də fərqi yoxdur. Onda nə olacaq? 3, 4 dimetil pentan. İndi baxın görün hansı radikalların cəmi kiçik rəqəm verdi. Bunu toplasaq 5 eləyər, bunu toplasaq 7 eləyər. Əlbəttə ki, bizim birinci versiyamız 2, 3 dimetil pentan daha doğrudur. Yəni biz nömrələməni daha doğrusu radikala yaxın yerdən edirik. Birinci ən uzun zənciri seçirik. İkinci də radikala yaxın yerdən mütləq nömrələmə aparırıq. Baxın uşaqlar. Baxın 1, 2, 3, 4, 5. 2, 3 dimetil pentan. Bax belə. Çiçək kimi. İndi isə sizlə gəldik nə işləməyə? İndi isə uşaqlar keçdik səmərəli adlanmağa. Səmərəli adlanmada uşaqlar, indi isə sizlə keçdik alkanlarda səmərəli adlanmağa. Səmərəli adlanmanı müəyyən eləmək üçün biz ilk öncə nə etməliyik? Deməli, səmərəli adlandırmada metanın törəməsi kimi baxırıq. Ən çox şax eləmiş karbonu darıya alırıq və metan törəməsi kimi onu adlandırmağa çalışırıq. Məsəl üçün, baxaq, əvvəlcə kiçik radikallar, daha sonra isə böyük radikalların adları deyilir. Məsələn, CH3, karbon, CH3, CH3, gəlin başdan yazaq, bu səmərəli adlanmadı. Uşaqlar bunu qarışdırmasın. Səmərəli. Baxın, darıya aldıq. Ramaşka gülü kimi düzün
və adlandırın. Trimetil metan. Gördünüz, 3 dənə metil var. Trimetil metan. Əgər qabağınıza kiçik radikal və sonra isə böyük radikallar çıxsa, əvvəlcə kiçik radikal, sonra isə böyük radikalın adını deyin. Yenə ən çox şaxələnmiş karbonu darıya alın. Digərləri də isə gül kimi ləçək formasında qəbul edin. Baxın, dimetil gördünüz. 2 dənə metil var, ona görə biz buna deyirik. Dimetil, qıraqdakı iri ləçəyə radikala etil deyirik. Ortadakı CH isə bizdə adlanacaq metan. Bax, bu cürə siz bunu adlandıracaqsınız. Yəni, çətin deyil, inanın ki, yəni həqiqətən də rahatdır. Çalışdığınız qədər başa düşməsəz, yenə mənə suallar atın. Mən sizi mütləq cavablandıracağım, narahat olmayasınız. Burada nə darıya alırıq? Hər iki karbondan birini darıya ala bilərsiniz. Məsələn, gəlin darıya alaq. 2 dənə metil qrupumuz var. Dimetil, bunu isə biz deyirik izopropil. Dimetil, izopropil, izopropil. Gördünüz uşaqlar, ortadakı CH isə biz nə adını qoyuruq? Metan adını qoyuruq. Dimetil, izopropil, metan. Bax, bu cürə adlandırırıq. Sonra başqa bir nümayəndə də deyim sizə, daha fərqli bir şey olsun. Məsələn, üçlü butil radikalını bayaq sizlə öyrəndik. Bax, bu radikalı üçlü butil deyirik. Niyə üçlü butil deyirik? Birincisi 4 karbonu var, ikincisi qol açıq qalan karbonu 3 karbon birləşibdir. Aha, bax və salam. Gəlin belə bir şey eləyək və bunu darıya alırıq. Trimetil, görürüz, əvvəl kiçik radikalların adını deyirik. İzopropil, axırda da metan sözünü vurğuluyuruq. Karbonlar birli, ikili, üçlü və dörtlü ola bilərlər. CH3 gördüyünüz anda bilin ki, bu karbon bizdə birli karbondur. CH2'ye metilen deyilir. Yadda saxlayın. Bunun adı nə oldu? Metilen. Bunun adı nə oldu? Metil. Harda CH görsəz bilin ki, bu üçlü karbondur. Harda eləcənə görsəz bunu bilin ki, bu karbon isə bizdən dörtlü karbondur. Məsələn, bir nümunə verirəm. CH3, CCH3, bax özümdən, CH2, ən çox olan həmişə birli karbon atomlarının sayı olur. Bax, belə bir şey verdim sizə. Deyirəm, indi gəlin bunun bir alkan verdim. Birli ikilisini tapın. Bax, birli. Gördünüz, biz düz 5 dənə birli mən tapdım. İndi isə mən sizlə tapıram üçlünü. Bax, gördünüz, bir dənə də üçlü tapdım. Çünki bu CH-a 3 dənə karbon birləşib. Bir dənə bax, gördünüz, dörtlü tapdım. Çünki 4 karbon ilə bu burada nə qaribdir uşaqlar? A ətələnibdir. Bax, bir dənə də nümunə kimi CH2-ni ikili karbon tapdım. Gördünüz, həm birlimiz var, həm ikilimiz var, həm üçlümüz, həm də dörtlümüz var. İndi isə sizlə keçdik izomerliyə. Gəlin baxaq görək, izomerlik nədir? İzomer var, sinif daxili var, siniflər arası. İzomerlik, amma alkanlarda sinif arası izomer yoxdur. Çünki alkanlar ancaq CNH2+ formuluna malik digər bir karbonhidrogenimiz mövcud deyil. Sinif daxiliyə aiddir vəziyyət izomerimiz, quruluş izomerimiz, optik izomerliyimiz. Və burada aiddir bir quruluş izomeri, bir də optik izomerlik. Quruluş C4H10'dan başlayır. Metan, etan, propan izomeri yoxdur. Butanın isə 2 izomeri var. Çalışın izomerləri yazın. İzomer nədir? Qoyun onu mən sizə əvvəlcə deyim. Bax, uşaqlar, homoloqda MR eyni olmur. Sonra, məsəl üçün, karbonların, hidrogenlərin sayıları eyni olmur. Başa düşürsünüz, fiziki xassələr də fərqli olur. Yəni, alkanlı eyni sinifə sadəcə malik olan maddələr olur. Məsələn, metan ilə pentan homoloqdurlar. Amma biri qaz, biri mayedir. Görürsünüz, MR-lər də eyni deyil, karbon, hidrogenlər də eyni deyil. Sadəcə olaraq CNH2+2 uyğun olub alkandır. O homoloqdur. İzomerdə isə MR eynidir. Eyni atomlar mövcuddur içində. MR də eynidir. Sadəcə olaraq quruluşlar, xüsusiyyətlər, xassələr, fiziki kimyəvi xassələr, bunlar hamısı bir-birindən fərqlənir. Məsələn, mən bu 4'ü salacağım 3'ə, CH3, CH2, CH3, gördünüz propana və bunun birini silib bura metil qrupu qoydum və deyirəm, baxın görün nədir bu? Deyirsiniz ki, müəllimə, bu da C4H10'u bizə verdi. Bu da C4H10'u bizə verdi. Hər ikisi də bizə butanı verdi. Deməli, ikisi də butan sinifinə aiddir. İkisi də butandır. Hər ikisində emeri eynidir. Sadəcə biri butan, biri izobutandır. Yəni, biri normal butandır, nömrəli adlandıranda elə bir normal butan. İkincini nömrəli adlandıranda 2 metil propan adlanır. Gördünüz, quruluş fərqlidir. Biri şaxəlidir, biri şaxəsizdir. Ondan qırağa da butanın qaynama temperaturu
İzobutanın qaynama temperaturu yüksəkdir. Yəni yuxarıdan aşağıya qaynama temperaturu və qaynama temperaturu və ərimə temperaturu azalır. Bəs pentanın neçə izomeri var? Pentanın isə var 2 izomeri. Gəlin baxaq, hansı izomerlərini biz tanıyırıq. 1, 2, 3, 4, 5. Əvvəl axırın 2 hidrogen qoyuruq körpələr 3. Ortaya neçə hidrogenlər qoyuruq? 2 hidrogenlərimizi qoyuruq. Bax balalar, qulaq asın diqqətlə. Mən bunu salacağım 4-ə. Saldım 4-ə. Əvvəl axıra yenə 3 hidrogen qoydum. Ortaya 2 hidrogen koydum ve bunu sildim. Burada bir CH3 radikalı yerleştirdim. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5 ve yaxud da mən bunu 3'ə saldım. Mən bunu 3'ə saldım. 2 dənə olan radikalımızı yuxarı və aşağı koydum. Və hesapladım. 1, 2, 3 adlandırıram. Birincinin adı sadəcə pentandır. Özdə normal pentan, yəni açıq zəncirli şaxəsiz. İkinci kimetil. Butan adlanır, şaxəlidir, bir qolu var. Üçüncünü isə adlandıranda 2,2 dimetil, dimetil propan. Bunlar quruluşça adlandıranda da fərqlidir, quruluşça da fərqlidir, xassələr də fərqlidir. Sadəcə bunların hər üçündə karbon 5, H12'dir. Deməli pentanın neçə izomeri var? 3 izomeri var. Bax bu da bizim oldu izomerliğimiz. Özü hansı izomerliğimizdir? Quruluş izomerliğimiz. Bəs optik izomerlik nədir? Optik izomerlikdən ötürü bizə bir asimetrik karbon lazımdır və sp3 3 olan karbon lazımdır. Və diqqətlə gəlin baxaq görək. Biz bunun hansında optik izomerlik olan karbon birləşməsini sadəcə tapa bilərik. Baxın uşaqlar. Əvvəl axırınsa zaten baxmayın. Burada bir karbon ikisi birləşir. 2 hidrogen eynidir. Yəni bir karbonun bir tərəfi X bağışlayın. Bir tərəfi Y, bir tərəfi çox danışdım, boğazım qurudu. Bir tərəfi T özümdən yazıram. Bir tərəfində nə fərqli bir rəqəm eləyək, fərqli bir rəng eləyək. Z olmalıdır. Gördünüz? Z yazmamışıq ki, aha, vəsiyo. Və görürsünüz, 4 tərəfdə müxtəlifdir. Və biz elə bir karbon tapmalıyıq. Gəlin bu karbona baxaq. Gördünüz? Bir tərəfində var hidrogen, bir tərəfində var metil, bir tərəfində var etil, bir tərəfində var izopropil. 4 bir tərəfi də müxtəlif olduğuna görə burada var asimetrik karbon, yəni qeyri-simmetrik karbon və optiki izomerlik. Bax belə. Deməli, öyrəndiniz quruluş izomerliyini. 4-dən başlayır butanla, metan, etan, propan izomeri yoxdur və siz öyrəndiniz ki, həm optik izomerlik var, həm də quruluş. İndi isə gəlin sizlə keçdik biz bunun alınmasına laboratoriyadan. Yadda saxlayın. Harda metal, harda halogenlər gördünüzsə, bilin ki, o laboratoriyadır, tamam mı? Alüminium karbidin üstünə su gələndə nə alınır? Alüminium OH3 çöküntüsü alınır. Bir də CH4 qazı alınır. Bu bizim laboratoriyada alınma yolumuzun biridir. Alüminium karbid burada 4 yazırıq. Burada 3, 12 hidrogen olduğuna görə də bura, yox 24, 12 burada, 12 burada. Ona görə də bura 12 yazırıq. Sonra sirkə turşusu natrum dozunun üzərinə, bax sirkə turşusudur, onun natrum dozunun üzərinə natrum OH qələvsi gəlməklə biz alkanı ala bilirik. Gəlin baxağın, görürsünüz, bax belə dariyə alanda burada nə əmələ gəlir? Natrium 2CO3 plus nə qazı? CH4 qazı. Alınanın biri duz, biri isə qazdır. Ola bilsin ki, indi məsəl üçün sizə ayrı bir turşu, məsələn propan turşusunu yazaram. Üstünə natrium OH gələrəm, yenə qələvsini. İndi həmin anda baxın görün nə olacaq. Bax buradan yenə də nə əmələ gəlir deyə bilərsiniz. Natrium 2CO3 əmələ gəlir və CH3 əmələ gəlir. Yəni bir sözlə nə əmələ gəlir? Etan əmələ gəlir. Gördünüz uşaqlar, bax belə bunu bu qaydada işləyəcəksiniz. Bizim ən məşhur reaksiyamız isə Würz reaksiyasıdır. Würz fransız kimyaçısı Würzün hesabınadır. Deməli, ancaq biz bu Würz ilə metanı ala bilmirik. Ondan ötürü bizə deməli radikal lazımdır. Radikallarda bildiyimiz kimi X lazımdır. X nədir? X halogenlərdir. Yəni bu X-in yerinə xlor, brom və yodu qəbul edəcəyik. Üstünə natrium metalı götürürük, amma hər ikisindən 2-2 götürürük. Və bu zaman R alkan əmələ gəlir və 2 natrium X birləşməsi çıxır. Məsəl üçün metil xlorid, amma çalışın halogenlər mütləq eyni olmalıdır. Radikallar eyni də ola bilər, eyni olmaya da bilər. Onu da öyrədəcəm. 2 natrium gəldiniz və buradan gördünüz nə əmələ gəldi uşaqlar? 2 natrium xlor
üstə gələk CH3, CH3. Vürsdə nə dəyişiklik baş verdi? Vürsdə zəncirin uzanması baş verdi, gördünüz. Karbon bir karbondan, gördünüz, 2 dənə karbonlu birləşməyə keçdik. Bir də karbonun oksidləşmə dərəcəsi dəyişdi. Baxın, karbonun oksidləşmə dərəcəsi burada -2-dir. Amma bura keçəndə -3 oldu. Nə hidrogen oksidləşmə dərəcəsi dəyişmədi, nə natrium. Sadəcə oksidləşmə reduksiya reaksiyasıdır və karbonun oksidləşmə dərəcəsi dəyişdi. Bunu qısa şəkildə belə yaza bilərdiniz. CH3 xlor, üstə gələk 2 natrium uşaqlar. Buradan alınır 2 natrium xlor, üstə gələk C2H6. Ola bilsin ki, indi mən sizə yazıram C2 etil yodid. Üzərinə gələk 2 natrium, gördünüz, 2 natrium yod, baxırsınız, üstə gələk C2H5, xətt çəkirik, C2H5. Bax, bu cürəcə yazacaqsınız, vürsüyü sadə şəkildə öyrənəsiniz. İndi biraz mürəkkəbini yazım ki, tam mən sizə fikrimi ispat eləyə biləm. Məsəl üçün, izopropil radikalını yazıram, ora bir xlor qoyuram, natrium gəlirəm üstünə, təbii ki, üstünə 2 natrium gəlirəm. Yenə natrium xlor çıxdı. Baxın, elə bil necə işləyəcəksiniz. CH3 olduğu kimi yazın. CH3. Gördünüz bu hissəni? Gördünüz. Bax, buradan sonra elə bir qırılıqda xloru çıxartmışıq. Gördünüz? Eynisini geri dönüş təkrar eləyin. Təkrar eləyin. Yəni necə? CH3. Bax, gördünüz, elə kitab kimi elə bil bağlandı. Ortadan elə bil eyni şey təkrarlandı. Adlandırın. Adlandırsaz 2-3 dimetil butan alarsınız. 1, 2, 3, 4. 4 dənə birli, 2 dənə isə üçlü. Radikalım mövcud oldu. Və yaxud da başqa bir şey yazın. Məsələn, izopropil radikalını yazın. İzopropil yox, bağışlayın. Üçlü butil. Brom qoyaq, qabağına 2 yazaq. Üstünə gələk 2 natrium. Yenə bura baxın. 2 natrium, 2 yodu götürdü. 2 natrium yodum alındı. Əla. Və bu zaman həmənki qaydada uşaqlar CH3, CH3 yazdınız və geri dönün. Eyni şeyin təkrarını bax bir də yazın. Gördünüz və beləliklə siz belə bir birləşmə alkanı aldınız. İndi baxırıq 1, 2, 3, 4. 2, 2, 3, 3 tetrametil butan. Və bu hansı alkan izomeridir? 1, 2, 3, 4, 5, 6, 7, 8 oktanın izomeridir. Və gördünüz 2 dənə karbon dörtlüdür. Baxın, qalan karbonlar isə birlidir və bütün karbon atomları sp3-dür. Deməli, vürsüdə ancaq alkandan alkan alırıq. Amma vürsüdə alınmayan bircə dənə karbodrogen varsa, o da metandır. Bəs ola bilərmi ki, müəllimə, tək rəqəmli alkan alaq? Əlbəttə olar. Bu zaman siz 2 müxtəlif radikaldan istifadə eləməlisiniz. Məsələn, bir dənə götürürəm metil xlorid, bir dənə də götürürəm etil xlorid. Və bunun üzərinə gəlirəm natrium uşaqlar. 3 dənə məhsul birdən alınacaqdır. Bir dəfə 2 metil özləri birləşir öz arasında. Bir dəfə 2 etil öz arasında birləşdi uşaqlar. Bir dəfə də 1 metil ilə 1 etil öz arasında birləşdi. Gördünüz uşaqlar, 3 dənə məhsul alındı. 25% birinci alındı, 25% axırıncı alındı, ortadakı isə 50%li birləşmə oldu. Baxın uşaqlar, gördünüz, 3 dənə metil qrupu var, 3 dənə də etil qrupu var. Deməli, 6 xlor varsa 6 natrium var. Və buradan da 6 mol natrium xlor çıxdı. Və beləliklə 3 məhsulun birdən alınmasını mən sizə göstərə bildim. Bax belə. İndi isə keçdik sizlə sənayedə alınmalara. Sənayedə alınma budur ki, mən sizə deyim, sənayedə alınma odur ki, metan təbii qazın əsas tərkib hissəsidir və bataqlıq qazın tərkib hissəsidir. Təbii qazın əsas 80-90%-ni təşkil eləyir təbii ki, metan. Bəs metandan başqa orada nə var? Metandan başqa orada var uşaqlar. Deməli, mən sizə deyim, etan var, propan var, butan var. Bəs bataqlıq qazının tərkibinə nə daxildir? Bataqlıq qazının tərkibinə ən çox daxildir. Metan qazı daxildir. Bataqlıq qazının əsas tərkib hissəsinə azot qazı da orada iştirak edir və eyni zamanda orada iştirak eləyir. Deməli, CO2 və N2 qazı da bataqlıq qazının tərkibinə daxildir. Bax belə. Bəs uşaqlar,
Sənaydə alınmada nədən istifadə edirik? Birinci sənaydə alınma odur ki, karbon üzərinə hidrogen gələndə biz metanı ala bilirik. Məsələn, yazırıq ki, karbon, üstə gələk hidrogen və buradan alınır CH4 qazı. Karbon üstə gələk hidrogen alınır CH4 qazı. Sonra sənaydə alkanlar əsasən neft və təbii qazdan da alınır, belə də deyə bilərik. Sonra məsəl üçün alümin sularından biri benzin sintin reaksiyasını göstərə bilərik. Benzin sintin reaksiyası odur ki, cionun üzərinə 2 molekul hidrogen gələndə, 2 molekul bağışlayın, 3 molekul gələndə metan qazı və su molekulu çıxır. Bax, belə yadımıza saxlayaq. Əgər 2 mol cionun üzərinə 5 mol hidrogen gəlsək, katalitik reaksiyadır bu, gəlsək uşaqlar və buradan deməli alınacaqdır yenə də nə? C2H6 üzərinə gələk su. Hidrogen atomu ondan olduğuna görə qabağına 2 yazsaq alınır və bütün alkanları benzin sintin reaksiyasından almaq təbii ki, mümkündür. Bir də karbon üzərinə hidrogeni gəlməklə yüksək temperaturda CH4 qazını almaq mümkündür. Bax, belə, bu qədər. Keçdik kimyəvi xassəsinə. Alkanlar birləşməyə, bax ki, yazıram fiziki, kimyəvi xassə. Alkanlar, uşaqlar birləşmə, polimerləşməyə konkret daxil olmurlar. Doymuş olduqları üçün bronlu suyu konkret olaraq rəngsizləşdirmirlər. Yəni, siz istəsəz metanın üzərinə hidrogen qazı gələsiniz, mümkünsüzdür. Siz istəsəz ki, metanı qələvi metallarla reaksiya aparasınız, mümkünsüzdür. Siz istəsəz metanı qələvi hidroksidlərlə reaksiya aparasınız, mümkünsüzdür. Metan hidrogen halogentlərlə reaksiyaya girirmi? Təbii ki, mümkünsüzdür. Alkanlar bronlu suyu təbii ki, rəngsizləşdirirmi? Bu reaksiya əlbəttə ki, mümkünsüzdür. Uşaqlar, bəs alkanlar oksidləşirmi? Əlbəttə ki, oksidləşir. Oksidləşmə reaksiyasına diqqətlə baxaq. Metan 3 dəfə oksidləşir. Metan üzə katalizatorların iştirakı ilə bir dəfə oksidləşərsə, qarışqa turşusu və su əmələ gəlir. Metan bir dəfə oksidləşərsə yüksək temperaturda qarışqa aldehidi və su əmələ gəlir. Metan bir dəfə də oksidləşərsə uşaqlar, deməli, buradan nə alınacaq? Metan bir dəfə də oksidləşəndə, deməli, qarışqa EC metil spirt əmələ gəlir. Bax, yadımıza saxlayaq. Butan oksidləşərsə, karbon atomunun yarısı qədər əmələ gəlir. Yəni, sirkə turşusu bir dənə əmələ gəlir, su əmələ gəlir, diqqətli olağın. Bəs parafin. Parafin necə yazılır? C36H74 ali alkanlar gedir. Oksidləşərsə karbon atomu yarısı qədər, yəni 18 karbon atom olan stiarin turşusu əmələ gəlir. Deməli, metan 3 dəfə oksidləşməsini, bax, diqqətlə dinləyin. Butan oksidləşməsi də düşmüşdür keçən il. Eyni zamanda parafinin də oksidləşməsi düşmüşdür. Bəs yanmanı oksidləşmədən necə səhv sala bilməyə bilərik? Yanma zamanı, uşaqlar, çox xahiş edirəm, fikir verin. Yanma zamanı üzərində eləcənə T olur. Yəni, bu yanma deməkdir və bu zaman nə ayrılır? Karbon qazı və su ayrılır. Amma oksidləşmə zamanı isə katalitik sözü olur. Uşaqlar, baxırsınız, CnH2n plus 2 oksid yanarsa, təbii ki, N karbon var, ayrılır NCO2. Üstə gələk 2n plus 2 qədər, deməli, su ayrıldığına görə suyun qabağına düşəcək N plus 1 su. Gördünüz, diqqətli olun. Yəni, buradan 44N karbon qazı 18N plus 18-dən ayrılır uşaqlar. 18N plus 18-də su ayrılır. İndi baxın, 2N oksigen buradadır. Üstə gələk. Deməli, N plus 1-i 1-ə vuranda N plus 1 eləyir. Deməli, oksigenimizin sayı oldu 3N plus 1. Amma ayağında 2 olduğuna görə indeksində biz onu 2-yə də bir qayıdıb bölürük. Bax, görürüz, buna da deyirlər yanma. Deməli, yanma zamanı karbon qazı və su ayrılır. Metan oksidləşməsi zamanı isə qarışqa turşusu, bax, bu qarışqa turşusudur. Qarışqa aldehidi, yəni formaldehiddir. Bir dəfə də metanol, yəni metil spirti əmələ gəlir. Oksidləşmə zamanı oxun üstünə kat yazacağıq. Yanma zamanı isə oxun üzərinə T işarəsini qoyuruq. Sonra parçalanma. Metan 3 dəfə parçalanır. Bax, yazın buradan parçalanma. Metan 550-650 dərəcə Celsiusda parçalanarsa, təbii ki, buradan alınacaqdır C2H4 və hidrogen qazı. Metan
1000 dərəcə Selsidə parçalanarsa, eləcə kömür və hidrogen əmələ gəlir. Metan 1500 dərəcə Selsidə parçalanırsa, asetilen və hidrogen əmələ gəlir. Bax, diqqətli olun. Metanın karbon qazı ilə reaksiyası zamanı konversiya reaksiyasıdır. Sintez qazı əldə olunur. Bax, budur. Metanın su buxarı ilə konversiya reaksiyası zamanı diqqətli olaraq katalitikdir bu reaksiyalar. Yenə də sintez qazı əmələ gəlir. Bax, belə. Buna deyirlər parçalanma. Bax, belə uşaqlar. Bəs Konovalov reaksiyası nədir? Konovalov reaksiyası əvəz etmə reaksiyasıdır. Alkanlar nitrat turşusu ilə qarışqı təsirdə olur. Bax, nitrat turşusunu açıq yazıram. Hidrogen OH ilə birləşdi. Su, üstə gələk CH3NO2. Bax, bu reaksiya deyirlər nitrometan. Yəni, əvəz etmə reaksiyası partlayıcı maddələrin əmələ gəlməsidir. Yəni, bu alkanların əksəriyyətindən alınır. Məsələn, etan üstə gələn nitrat turşusu. Uşaqlar, gəlin qoy, mən sizə nitrat turşusunu tam başa salım. Nitrat turşusu belə yazılır. Mən sadəcə oradan suyu ayrılmasını göstərmək üçün belə yazıram. Hidrogen atom biri su ilə reaksiya girdi, su alındı. Üstə gələk C2H5NO2. Bax, buna deyirlər nitroetan, yəni partlayıcı maddələr. Bəs katalizator alüminium xlorid olanda alkanlar nəyə çevrilir? Bax, əgər sizin qabağınıza mən yazsam ki, C4H10, T, bu dehidrogenləşmədir. Biləsiz ki, buradan buten alınacaq. Yox, əgər mən sizə probutan yazsam, butan yazsam və katalizatorun üzərinə alüminium xlorid qoysam, siz avtomatik bu reaksiyanın izomerləşmə olduğunu bilməlisiniz. Bu keçən il, bax, bizim qəbulumuza uşaqlar düşdü. Bu keçən il inanın ki, bizim qəbulumuza düşdü bu sual və inanın ki, uşaqlarımızın çoxsu burada ilişdilər. Deməli, buradan da alınır izobutan, yəni 2-metil propan. Bax, uşaqlar, bu izomerləşmədir. Deməli, alüminium xlor 3 bizə nəyə göstərir? İzomerləşməni göstərir. Və nəhayət, alkanlar üçün ən vacib reaksiya onlarda əvəz etmə reaksiyasıdır. Əvəz etmə. Əvəz etmə homolitik qırılmadır bunlarda. Zəncirvari reaksiyadır və ardıcıllıqla əvəz olunur. Bir metan üzərinə xlor gəlirəm və əvəz etmə H-nin iştirakı ilə gedir işıq şüasında. Hidrogen bir-bir əvəz olunur. H-xlor, CH3 xlor. Əvvəl canlı metil xlorid. Sonra metil xlorid yenə xlor 2 ilə əvəz olundu. Xlor yenə hidrogen birini əvəz elədi. H-xlor, CH2 xlor 2 əmələ gəldi. Sonra CH2 xlor 2 ilə bir də əvəz olundu. Yenə xlor hidrogenin əvəz etməyə girdi. H-xlor, CH xlor, amma tam qutarmadı. Hidrogen yeni qalıb axı. Hidrogen tam əvəz olunana qədər əvəz etmə gedir. Getdi H-xlor, üstə gələk C xlor 4. Gördünüz və nəhayət gəldik. Axırıncı nöqtəni biz sizlə nə qara bildik, tapa bildik. Yəni, burada biz ümumi şəkildə alınan maddələri bir-bir adlandırırıq. Metil xlorid və yaxud da xlor metan, dixlor metan, maye şəklindədirlər. Trixlor metan və ya xloroform dezinfeksiya edici maddədir. Tetraxlor metan maye şəklindədir, ağır mayedir tetraxlor metan. Hətta 41-45-ci illərdə müharibə devrində yanğını söndürmək üçün istifadə edirdilər. Bunu ümumi şəkildə yazmaq istəsəz belə yazacaqsınız. CH4 üstə gələk hidrogenin sayı qədər xlor istifadə edin. 4 xlor 2, 4 xlorun 4 hidrogenin əvəz olundu. 4H xlor yerdə qaldı. C xlor 4. Bax, ümumi şəkildə də bu cürə yazacaqsınız. Məsəl üçün, siz ki, etanı yazasınız da. Gəlin, etanda bir dənə yazaq sizlə. Hidrogenin sayı nə qədərdirsə, maksimumda o qədər xlorun əvəz olunur. Məsələn, C2H6 üstə gələk 6 xlor 2 gördünüz. 6 xlor 2 mol xlor 2 12 dənə xlor deməkdir. Bunun 6-sını hidrogenlə əvəz eləyin. 6H xlor üstə gələk C2 xlor 6 alınsın. Alınan birləşmənin adı olacaq heksaxlor etan. Hansında daha çox əvəz olunma var xlorla? Təbii ki, hidrogen sayı çox olanda. Məsələn, metan, etan, propan müqayisə eləmək istəsəz, təbii ki, propanda. Bax, belə. Yadınıza bu cürə saxlayın. Xoş oldu. Mən sizə bunu çalışdığım qədər izah elədim uşaqlar. Qoy bir-iki dənə nümunəm var, onu da deyim.
Bir də metan yazıb qabağına 3 xlor 2 yazarlar. Deyərlər nə alınır? Çaşmadan yazırsınız. Baxın uşaqlar, 6 xlor bölün 2 yerə. 3 xlor, 3 xlor. Yalnız bunun 3-ünü əvəz eləyə bilirsiniz. 3H xlor, üstə gələk CH xlor 3. Gördünüz, ancaq 3 hidrogen əvəz olundu. Birdən CH4 yazarlar, 2 molekula xlor 2 ilə əvəz elə. Yenə çaşmayın. Tez yazın 2 xlor, 2 xlor. Gördünüz uşaqlar, 2 xlor hidrogenin əvəzinin 2H xlor, üstə gələk CH2 xlor 2 alındı. Tam əvəz eləmək istəyirsinizsə hidrogenin sayı qədər. Bax, CH4, üstə gələk 4 xlor 2 qədər əvəz eləyin. Alınır C xlor 4 plus 4H xlor.